Hyundai Sonata 2011-ci il 2 turbo GDI mühərrik, maşında olan problem çəkim zəifliyi, 2 turbo olmağına baxmayaraq 2 sadə Dodge-dan da betər haldadır, maşın çəkmir. Diaqnostikaya salmışıq, ilk öncə diaqnostikada turbonun aktuatoru ilə bağlı problem göstərir. Üzərindən çıxan aktuator bax budur, ox hissəsi zakrent eləyib, əməlli başlı tutulub, gedib gəlmir. Açdıq, içinə baxdıq, içi hər şey qaydasındadır, sadəcə oxunda problem olduğuna görə məsləhət gördük ki, dəyişək başqası ilə əvəz eləyək, çünki bu problemi aradan qaldırsaq da bir müddətdən sonra müştəri ikinci səfər xərcə düşüb, təkrar üzərimizə qayıdacaq. İndi hal-hazırda normal vəziyyətdədir, tənzimləmişik, hər şey ideal vəziyyətdə, turbo xətası da aradan qalxıb, sveçalarını sökmüşük, sveçalar yağın içindədir, bax göstərirəm sizə, üst krişka çat olub, kleyliyiblər, yağ sızıntısı buradan da var, içərdən də var, üst krişka zbor dəyişiləcək, prokladkalarla bir yerdə. Diqqət eləyin, bax belə təhlükəli işlər görməyi heç kimə tövsiyə eləmirəm, buna diqqət eləmək lazımdır. Zajimlə saxlayıblar, zajim bir müddətdən sonra isti olanda, buradan quruyandan sonra benzin sızıntısı birbaşa babinlər olan hissəyə vuracaq, nəticədə də alışma ucu qaçılmaz olacaq. Belə şeylərə diqqət eləmək lazımdır. Əlavə olaraq farsonkalar yuyulacaq, ümumi qulluq prosesini görüb, müştəriyə tam ideal vəziyyətdə təhvil verəcəyik. Onda artıq biləcək ki, 2 turbo GDI mühərrik necə gedir, çəkimi necə olmalıdır, sərfiyyat da necə olmalıdır. Bu problemlərin hamısından azad edib müştəriyə ideal vəziyyətdə təhvil verəcək.